Əl-Qiyamə surəsi. Bismillahirrahmanirrahim. And içirəm qiyamət gününə. And içirəm günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə özünü qınayan nəfsə. Siz öləndən sonra mütləq diriləcəksiniz. Məyər insan elə güman eləyir ki, qiyamət günü onun sümüklərini bir yerə yığa bilməyəcəyik? Bəli. Biz onun barmaqlarını da, barmaq sümüklərini də, barmaqlarının ucularını da düzəltməyə qadirik. Lakin insan bundan sonra da önündəkini, qiyaməti danmaq, pis işlər görmək istəyər. Və istehza ilə, qiyamət günü nə vaxt olacaq deyə soruşar. Göz heyrətdən bərələcəyi, ay tutulacağı, günəşlə ay bir araya gətiriləcəyi, hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi zaman, məhz o gün insan qaçacaq yer harasıdır deyəcək. Xeyr, o gün heç bir sığınacaq olmayacaq. O gün ey insan duracaq, pənah aparılacaq yer ancaq Rəbbinin hüzurudur. O gün insana öncə dünyada nə elədiyi və özündən sonra nə qoyub getdiyi, bütün yaxşı və pis əməlləri xəbər veriləcək. Doğrusu, insan özü-özünə şahiddir. O, hər cür üzrxahlıq eləsə də qəbul olunmaz. Ya Peyğəmbər, Cəbrail sənə Quran oxuduğu zaman onu tələmtələsi əzbərləmək üçün dilini tərpətmə. Sən də onunla birlikdə Quranı təkrar eləmə, yalnız dinlə. Çünki onu sənin qəlbində cəm eləmək, dilində oxutmaq bizə aiddir. Biz onu Cəbrailin dili ilə oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu sənə bəyan eləmək də bizə aiddir. Xeyr, xeyr, siz tez keçib gedəni, fani dünyanı sevirsiniz. Axirəti isə tərk edirsiniz. O gün neçə-neçə üzlər sevinib güləcək. Öz Rəbbinə, onun qüdrətinə, əzəmətinə baxacaqlar. O gün neçə-neçə üzlər tutulub qaralacaq. O gün neçə-neçə üzlər tutulub qaralacaq. Sahiblərinin, bel sümüklərinin dəhşətli bir əzabla qırılacağını anlayacaqlar. Xeyr, can boğaza, körpücük sümüklərinə gəlib yetişəcəyi, onu bu bəladan kim xilas eləyə bilər deyiləcəyi, can üstündə olan kimsə ayrılıq dəminin gəlib çatdığını anlayacağı və ölüm qorxusundan qıçı-qıçına dolaşacağı zaman aparılacağın yer Rəbbinin hüzuru olacaqdır, ey insan. Beləliklə o nə Quranı təsdiq elədi, nə də namaz qıldı. Amma Allah kəlamını yalan saydı, ondan üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay! Məyər insan elə güman eləyir ki, o başlı başına cəzasız buraxılacaq? Məyər o, ata belindən ana bətninə tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb, surət verdi, insan şəklinə saldı. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki çift həmtay yaratdı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyilmi?